Salam, hörmətli tamaşaçılar, efirdə xəbər vaxtıdır. Studiyada mən Turac İbrahimovayam. Avqust müharibəsi, qiyamı adlanan hadisələr və 6 il əvvəl Çorçana kəndində keçid məntəqəsinin açılması nəticəsində baş verən hadisələr. Bu istintaq komissiyasının bugünkü iclasında müzakirə olunan mövzulardır. Bu dəfə komissiya üzvlərinin qarşısına general Koba Kobaladze və Çorçana kənd sakini Elquca Xarazişvili çıxıb. Xahiş edirəm, bu videonu açın. İki nəfər, iki cəsəd lazımdır. 2 cəsədə ehtiyacım var, mükafat böyükdür. Bu bir neçə saniyədə Saakashvilinin idarəçiliyinin bütün təfərrüatı yerləşib. Vətənimizin simasını, ləyaqətini, vətən sevgisi yolunda fədakarlıq qabiliyyətini qoruyub saxlaya bilmiş nə varsa, vətən qarşısında borclu olduğunu hiss edən sıravi şəxsi heyətimiz, kiçik zabitlərimiz, sadiq insanlarımız olub. Buna görə də biz çoxlu qəhrəmanlar, çoxlu vətənpərvər insanlar və dövlət hökuməti tərəfindən heç bir şəkildə dəstəklənməyən müqavimət ittihamı aldıq. Əksinə proseslərin dinamikasına nəzər salsaq, ölkə göz yaşının, ağrının, hisslərin birləşdiyi, bir-birinə qarışdığı Gürcüstanda heç bir reaksiya verilmədən evlərindən didərgin salınmış minlərlə yeni qaçqının olduğu reallıqla üz-üzə idi. Buna ölkənin nüfuzu da əlavə olundu. Atalarımızın qanına, tərinə doymuş bir neçə onlarla kənd daş qalağına çevrildi. Hakimiyyət idarə edə bilmədiyini nümayiş etdirdi. Sadə əhalimiz, əskərlərimiz, digər hüquq mühafizə orqanlarının nümayəndələri dövləti şaquli idarə etməkdənsə özlərini qurban verməyə hazır idilər. Proseslərin dinamikasını yada salsaq, görərik ki, hakimiyyətin ən yüksək rütbəli nümayəndələri işğalçılar tərəfindən 56 kimi göndərilib. Əslində bələdçilik, ekskursiyalar, çıxışlarla axşamlar təşkil olunub. Bütün bunlar reallıq idi. Bu il imtahanlar prosesi iyulun 3-də vahid milli imtahanlarla başlayacaq. İlk imtahan Gürcü dili və ədəbiyyatından olacaq. İyulun 22-sində vahid milli imtahanlara təsviri və tətbiqi incəsənət imtahanı ilə yekun vurulacaq. Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də imtahan mərkəzləri ölkənin 12 şəhərində açılacaq. Qeyd etmək lazımdır ki, 2025-ci il imtahanlarına 80 minə qədər adam qeydiyyatdan keçib. Marneulin mərkəzi küçəsində bələdiyyə nəqliyyatı dayanacaqlarının bərpası davam etdirilir. Köhnəlmiş və sıradan çıxmış dayanacaqlar əhaliyə narahatlıq yaradırdı. Mövcud infrastruktur təhlükəsizlik standartlarına cavab vermirdi. Müvafiq olaraq yerli hökumətin qərarı əsasında dayanacaqlar sökülüb. Bərpa işləri bir həftəyə başa çatacaq. Marneulin mərkəzi küçəsində mövcud 14 sərnişin dayanacağı sıradan çıxmışdı. Qeyd edim ki, 2020-ci ildən istifadəyə verilmişdi və köhnəlmişdi. MMC Alma bu öhdəliyi öz üzərinə götürüb hazırda yeni dayanacaqların qoyulması prosedurları davam edir. Qarlarını da qırırlar, yeyirlər. Heç bir həftə otum olsan gəlirsən qırıqdır. Nədə otum alırsan? Heç nədə. Get floşa tapsatça qırıqdır. Bunu qırıqlar, bunu təmiz aparıblar. Oralarda da heç yoxdur. Var babala, yoxdur. Dayanacaq heç yoxdur. Biz gəlirik, üstə dururuq, yornuq, arınıq. Mən 76 yaşında arvad gəlirim, üstə dururam. Qollarımı qıra-qıra vec gətirirəm. Düşünə, vəhşilikdir da ona deyir. Gəlirik, otururuq, hangi nə gündədir. Bir təz ona yer tapdım, otdum. İnsanların özündə mədəniyyət olur da, yoxdur da. Deyib də burası nə vəziyyətdədir. Boş adamım olur, buna yer yox, yəni oturam belə. Yəni biraz düzəlsə daha yaxşı olur. Dayanacaqlardan istifadə olunmur. Baxmayaraq ki, munisipalitetin reşeniyası var, amma istifadə olunmur. Ona görə ki, yerində əyləmək imkanları gəh olur, gəh olmur. Dayanacaq onsuz da istifadə olunmur. Onu ayırdıqları pulu ayrı yerə istifadə ediləsinlər. Gəzirəm oturmağa, yoxdur yer.
Və qoca adamam, oxumaq istəyirəm. 12 torpaq sahəsi saxta sənədlərlə və dələduzluqla dövlət qeydiyyatına alınıb. Dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktlarına görə 16 şəxs barəsində cinayət işi başlanıb. Maliyyə Nazirliyinin İstintaq Xidməti külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktlarını aşkarlayıb. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2017-21-ci illərdə Mitsxeta Mitiadnetin bölgəsində saxta sənədlərdən istifadə etməklə bazar dəyəri 800 min laridən artıq olan, ümumi sahəsi 21.632 kvadrat metr olan 12 torpaq sahəsini dələduzluq yolu ilə dövlət qeydiyyatına alıblar. Araşdırma zamanı qanunsuz alınmış torpaq sahələri zəbt edilib. Onların dövlət mülkiyyətinə qaytarılması üçün müvafiq hüquqi prosedurlar aparılır deyə agentliyin məlumatında bildirilir. Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 362 və 180-ci maddələri ilə istintaq davam etdirilir. მცხეთა მთიანეთის რეგიონში ყალბი დოკუმენტების გამოყენებით მოტყუებით დაირეგისტრირა საერთო ჯამში 21632 კვადრატული მეტრი ფართობის Tetriçqaroda narkomaniyaya yox kampaniyası çərçivəsində Gürcüstan Universitet İdmanları Federasiyasının təşəbbüsü və Tetriçqaro Bələdiyyəsinin dəstəyi ilə mini futbol üzrə çempionat keçirilib. Bu yarışda birinci yeri Yodadan olan Liyaxvi Məcburi Köçkün komandası qazanıb. Çempionatın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları idman vasitəsilə narkotikdən imtinaya təşviq etməkdir. Turnir davam edir. O, 2025-ci il iyunun 9-dan avqustun 2-sinə dək Gürcüstanın bütün regionlarını əhatə edəcək. Tetriçqaro Bələdiyyəsi narkotika yox kampaniyasına qoşuldu. Kampaniya çərçivəsində komandalararası çempionat keçirildi. Sözü gedən kampaniya sağlam həyat tərzini təbliğ edir. UFC çempionu Merab Dvalishvili vətəndədir. O, bugün Amerikadan Gürcüstanın paytaxtına gəlib. UFC çempionunu Tiflis Beynəlxalq Hava Limanında azarkeşlər qarşılayıblar. Dvalishvili titulunu iyunun 8-də New Jersey'də keçirilən yarışda qoruyub. Onun bu dəfəki rəqibi Sean O'Malley olub. Çempionatda ABŞ prezidenti də iştirak edib. Kəmərimi müdafiə etdiyimə görə çox xoşbəxtəm. Evimə dönmək hər zaman xoşdur. Finişi torpağa zərbələr endirməklə düşünürdüm, amma keçən dəfə boğma fəndindən özünü qoruya bilmişdi. Lakin bu dəfəki fəndimdə özünü müdafiə edə bilməyəcəyini düşündüm. Mən əllərimi bağlayanda müdafiə mümkün olmur. Bəli, boğma fəndi ilə onu məğlub etdim. Xaricdə olan azarkeşlərə çox təşəkkür edirəm. Onlar mənə çox böyük enerji və həvəs verirlər. Söz verirəm ki, nə qədər ki gücüm var, inkişaf edirəm, dayanmayacam. Bununla xəbərlər sona çatdı, hörmətli tamaşaçılar. Yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.